Mən SNG daxil olan kimi 93-cü ilin dekabr ayında Aşqabadda SNG'nin devlet başçılarının çıxışında böyük bir bəyanat verdim. Özdə onu bütün dünyaya yaydım. Ki mən bu SNG təşkilatını təşkilat hesab etmirəm. Çünkü eğer bir təşkilatın, bir ittifakın içinde iki devlet birbirine muharebe aparırsa bu ittifak olabilmez. Ama mən sizə deyim, benim çıxışım elə bilən ki, eş yoxdur orada. Ne Yeltsin buna qulaq astı, ne o birisi devlet başçıları qulaq astı, heç birisi. Mənim də əlimdən o gəlirdi ki, mən o yazılı surətdəydi, onu yaydım bütün hər yana. Və bunu da indiyə qədər hər dəfə deyirəm. Amma bu bəyanatı bir neçə dəfə eləmişəm. İndi SNG'nin protokolları ya orada bizim çıxışlar dərc olunmur, amma onlar hamısı məndə var. Mən sizə verə bilərəm tanış olun. O iclas yoxdur ki, mən orada Rusiyanı günahlandırmayayım ki, siz Ermənistanla Azərbaycana münasibətdə bir tərəfli münasibət göstərirsiniz. Siz Ermənistanı silahlandırırsınız. Siz bu məsələni həll etmək üçün lazım tədbirlər görmürsünüz. Bunları demək üçün orada cəsarət lazımdır. Bilik lazımdır. Və deməyə dil lazımdır. Başa düşürsünüz.